Şəmkir rayonunda 1966-cı il təvəllüdlü Xalid ötən ilin 20 iyununda kənddə yerləşən evinin həyətyanı sahəsində ailə münaqişəsi zəminində həyat yoldaşı Tahirəyə xəsarət yetirib. Mübahisə Tahirənin birinci evlilikdən olan qızı Vüsalənin evdən iş yerinə tərəvəz aparmasına narazılıq səbəbi ilə yaranıb. Xalid ifadəsində bildirib ki, rəsmi işi yoxdur, əvvəllər Rusiyada işləyib. Onun sözlərinə görə iyunun 20-sində saat 9 radələrində Vüsalə işlədiyi gözəllik salonuna getmək üçün hazırlaşıb və çantasını işə aparmaq məqsədi ilə bir pomidor, 2 xiyar qoyub, o da ona kömək edib. Bu vaxt Tahirə qabları yuyurmuş. Vüsalənin iş yoldaşı onu küçədən çağıranda Xalid Tahirədən cavab verməsini istəyib. Lakin qadın etiraz edib və Vüsalə evdən çıxıb. Qız getdikdən sonra Tahirə onun evdən pay aparmasına etiraz edib. Bu səbəbdən ər-arvad arasında mübahisə yaranıb. Xalid əsəbləşərək həyatda olan ağac parçasını Tahirəyə tərəf atıb. Taxta qadının bədəninə dəyib. Bundan sonra qadın atasının evinə gedərək əri tərəfindən döyülməsi ilə bağlı şikayət edib. Xalidə Cinayət Məcəlləsinin 128-ci maddəsi qəsdən sağlamlığa zərər vurma ilə ittiham elan olunub və o təqsirini etiraf edib. Şəmkir rayon məhkəməsində işə baxılarkən tərəflərin barışdığı, zərərçəkmişin şikayətini geri götürdüyü məlum olub. Bu səbəbdən cinayət təqibinə xitam verilib və Xalid cinayət məsuliyyətindən azad edilib.